Salam, Zehin Pod olaraq təqdim etdiyimiz bu söhbətimizdə sizinlə çox maraqlı bir dünyaya səyahət edəcəyik. Bəli, bugün psixologiya və psixiatriya dünyasında, necə deyim, əsl inqilab etmiş bir əsərdən danışacağıq. John Bowlby'nin məşhur Bağlanma kitabının ilk cildindən. Bu kitab uşaqlıq təcrübələrinin, xüsusən də o ilk ana ilə qurulan bağın bütün sonrakı həyatımıza necə təsir etdiyini anlamaq üçün fundamental əhəmiyyət kəsb edir. Elə deyilmi? Tamamilə doğrudur. Bowlby bizə göstərdi ki, körpənin əsas baxıcısı ilə, yəni çox vaxt ana ilə qurduğu o güclü emosional bağ sadəcə bir sevgi məsələsi deyil. Bu, həm də təhlükəsizliyimizi təmin edən, kökləri bizim təkamülümüzdə yatan biolojik bir mexanizmdir. Bioloji mexanizm. Maraqlıdır. Və bugün biz çalışacağıq ki, bu mexanizmin necə işlədiyini, niyə bu qədər vacib olduğunu açaq. Və təbii ki, Bowlby'nin özündən əvvəlki nəzəriyyələrdən, məsələn, Freudun fikirlərindən nə ilə fərqləndiyini də araşdıraq. Bu cür təməl biliklər özümüzü, münasibətlərimizi dərk etmək üçün dəyərlidir. Elə isə başlayaq. Bowlby'dən əvvəl dediyiniz kimi Freudun ruhsal enerji modeli dominant idi. Yəni, libido, enerjinin yığılması, boşalması kimi anlayışlar. Bəli, psixoanalitik nəzəriyyənin əsasını təşkil edirdi. Bəs Bowlby'nin nə vadar etdi ki, bu modeli kənara qoysun? Yəni, hansısa konkret müşahidələr vardımı onu fərqli düşünməyə sövq edən? Çox yerində sualdır. Baxın, Bowlby praktikada, xüsusilə də uşaqlarla işləyərkən, görürdü ki, o enerji konsepsiyası bəzi çox vacib, çox fundamental davranışları izah edə bilmir. Məsələn, düşünün, körpə anası otaqdan çıxan kimi ağlayır, fəryad edir. Amma ana qaydan kimi sakitləşir. İndi bunu sırf enerji boşalması ilə izah etmək çətindir. Bu daha çox bir siqnaldır, bir çağırışdır. Körpə sanki deyir, tək qalmışam, təhlükədəyəm, geri qayıt. Deməli, davranışın mənası fərqlidir. Tam olaraq. Bowlby o dövrdə yeni inkişaf edən etologiyadan, yəni heyvan davranışlarını təbii mühitində öyrənən elmlə çox ilham aldı. Məsələn, Konrad Lorenz'in qaz balaları ilə apardığı təcrübələr, o mühürlənmə, imprinting hadisəsi. Aha, o məşhur təcrübələr. Bəli, gördü ki, heyvan balalarının anaya bağlanması əslində təhlükədən, xüsusən də təkamül keçmişimizdəki yırpıcılardan qorunmaq üçün həyati əhəmiyyətli bir instinktdir. Yəni, söhbət təkcə qidalanma ehtiyacının ödənilməsindən getmir. Əsas məsələ təhlükəsizlikdir. Çox maraqlı yanaşmadır. Yəni, bağlanma davranışının əsas funksiyası qorunmaqdır. Bəs onun təklif etdiyi o nəzarət sistemləri nədir? Sanki körpələr kiçik bir mühəndis kimi davranır. Bir növ, bəli. Nəzarət sistemləri ideyası termostatın işləmə prinsipinə bənzəyir. Termostat otağın temperaturunu müəyyən bir səviyyədə saxlamağa çalışır. Düzdür? Düzdür, hədəf temperaturu var. Bax, Bowlby deyir ki, körpənin beynində də belə bir sistem var. Amma bu sistem temperaturu yox, anaya və ya əsas baxıcıya olan yaxınlığı müəyyən bir səviyyədə saxlamağa çalışır. Yəni, bir təhlükəsiz məsafə anlayışı var. Anladım. Yəni, ana çox uzaqlaşsa, sistem işə düşür. Bəli, sistem ətrafdakı siqnallara, məsələn, ananın uzaqlaşması, qəribə bir səs, tanımadığı bir adamın yaxınlaşması kimi siqnallara çox həssasdır. Bu siqnallar gələndə sistem həyəcan təbili çalır və körpə o hədəfə, yəni anaya yaxınlaşmağa çatmaq üçün müxtəlif strategiyalar işlədir. Məsələn? Məsələn, ağlayır bu, ananı çağırmaq üçündür, ananın arxasınca eməkləyir və ya yeriyir. Ona yapışır, qucağını çıxmaq istəyir. Baxın, bu davranışlar sabit deyil. Körpə vəziyyətə uyğun olaraq ən effektiv strategiyanı seçir. Əsas məqsəd yaxınlığı bərpa etməkdir. Bu passiv bir reaksiya deyil, çox aktiv, məqsədyönlü bir uyğunlaşma prosesidir. Bu yaxınlıq ehtiyacı dediyiniz yəqin ən çox o ayrılıq anlarında özünü kəskin göstərir. Kitabda James Robertson və başqalarının apardığı müşahidələrdən də geniş bəhs olunur. O müşahidələr çox təsirlidir deyəsən, uşaqlar anadan ayrı qalanda nə baş verir? Bəli, o müşahidələr həqiqətən də çox təsirlidir və bağlanma nəzəriyyəsinin formalaşmasında böyük rol oynayıb. Robertson və həmkarları xəstəxanada və ya başqa səbəblərdən müvəqqəti olaraq analarından ayrılan kiçik yaşlı uşaqları müşahidə ediblər və görüblər ki, bu ayrılığa verilən reaksiya xaotik deyil, əksinə müəyyən bir ardıcıllıq izləyir. Adətən 3 mərhələ müşahidə olunur.
3 mərhələ. Birincisi hansıdır? Birincisi protesto mərhələsidir. Bu mərhələdə uşaq çox aktiv şəkildə narazılığını bildirir, ağlayır, qışqırır, ananı çağırır, onu axtarır, ətrafdakıların təsirlisinə məhəl qoymur. Sanki bütün varlığı ilə ananın qaydacağına ümid edir və bunu tələb edir. Çox gərgin bir vəziyyət olmalıdır uşaq üçün. Çox. Əgər ayrılıq davam edərsə, ikinci mərhələ başlayır, ümidsizlik. Bu mərhələdə uşağın aktivliyi azalır, daha passivləşir, kədərli görünür, ətrafına qarşı marağı itir. Ağlamaları daha monoton, ümidsiz bir hal alır, sanki artıq mübarizə aparmaqdan yorulub və təslim olub. Ümidini itirir sanki. Bəli, və ən narahat edici, ən çətin mərhələ üçüncüsü qopma, detachment adlanır. Bu mərhələdə uşaq zahirən sakitləşmiş kimi görünə bilər. Ətrafla maraqlanmağa, hətta oynamağa başlaya bilər. Amma bu aldadıcı bir sakitlikdir. Əslində uşaq emosional olaraq özünə qapanır. Və ən pis odur ki, ana nəhayət qaydanda uşaq ona qarşı heç bir maraq göstərməyə, hətta ondan üz döndərə, soyuq və məsafəli davrana bilər. Sanki uşaq özünü qorumaq üçün emosional bağlarını qırır. Elədir. Sanki mənə yenidən əziyyət verməyəcəksən deyir kimi. Təbii ki, bu reaksiyaların gücü, müddəti bir çox faktordan asılıdır. Uşağın yaşı, temperament xüsusiyyətləri, ayrılığın müddəti, mühitin nə qədər tanış olması, yanında başqa bir tanış adamın, məsələn, nənənin və ya bacı qardaşın olub-olmaması, bütün bunlar təsir edir. Amma ümumi model bu 3 mərhələni əhatə edir. O sonuncu qopma mərhələsi həqiqətən çox düşündürücüdür. Bu, yəqin ki, Bowlby'nin sonralar inkişaf etdirdiyi o daxili işlək modellər anlayışı ilə birbaşa bağlıdır, eləmi? Yəni, bu təcrübələr uşağın beynində bir iz buraxır. Tamamilə haqlısınız. O ayrılıq təcrübələri xüsusilə də təkrarlanan və ya uzun müddətli ayrılıqlar və ümumiyyətlə baxıcı ilə gündəlik qarşılıqlı təsirlər uşağın beynində özü haqqında, baxıcısı haqqında və ümumiyyətlə dünya haqqında bir növ təsəvvürlər, şablonlar yaradır. Bowlby bunları daxili işlək modellər, internal working models adlandırır. Yəni, bir növ həyat ssenariləri kimi. Bəli, bir növ elə. Amma bunlar təkcə kognitiv, yəni düşüncə səviyyəsində olan sxemlər deyil. Onların çox dərin emosional kökləri var. Bu modellər bizim ən fundamental suallarımıza cavabları formalaşdırır. Mən sevilməyə layiq biriyəmmi? Başqalarına, xüsusən də yaxınlarıma etibar edə bilərəmmi? Ehtiyacım olanda mənə kömək edəcəklərmi? Dünya ümumiyyətlə təhlükəsiz yoxsa təhlükəli bir yerdir. Bu sualların cavabları bizim o ilk illərdəki təcrübələrimizlə yazılır. Və bu modellər sonradan bütün münasibətlərimizə təsir edir yəqin ki. Əlbəttə. Uşağın o ilkin instinktiv davranışları məsələn, gülümsəməsi, ağlaması, anasına yapışması, onu gözləri ilə izləməsi, bunlar əvvəlcə qeyri-spesifik olur. Amma zamanla müəyyən bir fiqura, əsasən də anaya yönəlir. Bu bir növ Lorenzin mühürlənməsinə bənzər bir prosesdir. Amma insanda daha uzun müddətə yayılır və daha çox qarşılıqlı təsirə əsaslanır. Bax, bu qarşılıqlı təsirin keyfiyyəti həmin o daxili işlək modelləri yaradır. Əsas faktor, Bowlby'nin və xüsusilə də onun tələbəsi Mary Ainsworth'un vurğuladığı kimi, ananın və ya əsas baxıcının həssaslığıdır. Yəni, ananın körpənin verdiyi siqnalları ağlamaq, narahatlıq, qorxu, sevinç, maraq, nə dərəcədə düzgün oxuya bilməsi və bu siqnallara vaxtında uyğun və ardıcıl şəkildə cavab verməsidir. Bowlby buna qarşılıqlı aktarım deyir. Yəni, uşaq ağlayanda ananın onu qucağına alıb sakitləşdirməsi kimi? Bəli, amma təkcə bu deyil. Uşaq gülümsəyəndə ona gülümsəmək, uşaq nəyəsə maraq göstərəndə onunla birlikdə baxmaq, uşaq qorxanda onu qorumaq, yəni uşağın emosional ehtiyaclarına cavab vermək. Əgər ana etibarlı bir təhlükəsiz baza rolunu oynayırsa, uşaq özünü güvəndə hiss edir. Bilir ki, ehtiyacı olanda arxalana biləcəyi biri var. Bu inam ona cəsarət verir ki, dünyanı kəşf etməyə başlasın. Bu, təhlükəsiz bağlanmadır. Bəs ana həssas deyilsə? Əgər ana uşağın siqnallarına laqeyd qalırsa, gec reaksiya verirsə, qeyri-ardıcıl davranırsa, bəzən həssas, bəzən soyuq, ya da hətta uşağı rədd edirsə, o zaman uşaqda təhlükəli bağlanma stilləri formalaşa bilər. Ainsworth öz məşhur qəribə vəziyyət, strange situation təcrübəsi ilə göstərdi ki, belə uşaqlar ya anadan ayrılanda çox həyəcanlanır və qaydanda da çətin sakitləşirlər. Həyəcanlı müqavimətli bağlanma.
Ya da ananın giriş-gəlişinə çox az reaksiya verir, ondan qaçırlar. Qaçınan bağlanma. Daha sonralar travmatik təcrübələrlə bağlı dağınıq bağlanma stili də təsvir edildi. Və bu təhlükəli bağlanma stilləri gələcəkdə çətinliklər yaradır. Bəli, tədqiqatlar göstərir ki, təhlükəli bağlanma stilləri sonrakı sosial və emosional inkişafda, məsələn, özünə inamın aşağı olması, yaxın münasibətlər qurmaqda çətinlik, psixoloji problemlərə meyillilik kimi riskləri artıra bilir. Təbii ki, bu deterministik deyil, yəni hər şey dəyişə bilər. Amma ilkin təməl belə qoyulur. Bir də kitabda duyğuların rolundan danışılır. Bowlby duyğulara necə baxırdı? Onlar davranışın səbəbidir, yoxsa nəticəsi? Maraqlı məqamdır. Bowlby, o dövrün bəzi nəzəriyyələrindən fərqli olaraq, duyğuları davranışın birbaşa səbəbi kimi görmürdü. Daha çox onları, necə deyim, daxili vəziyyətlərimizin və ətraf mühiti qiymətləndirmə proseslərimizin bir növ göstəricisi və ya siqnalı kimi qəbul edirdi. Yəni, termometrin temperaturu göstərməsi kimi. Duyğular bizə və ətrafımızdakilara bizim üçün nəyin vacib olduğu, nəyin bizi təhdid etdiyi, nəyin bizi sevindirdiyi haqqında məlumat verir. Məsələn, körpənin ağlaması onun narahat olduğunu və köməyə ehtiyacı olduğunu bildirir. Gülüşü isə məmnunluğunu və əlaqə qurmaq istəyini göstərir. Yəni, duyğuların çox vacib bir kommunikativ funksiyası var. Onlar baxıcının davranışını tətikləyir və sosial bağların qurulmasına kömək edir. Beləliklə, yekunlaşdırsaq, John Bowlby'nin bağlanma nəzəriyyəsi və onun bu ilk cildə qoyduğu əsaslar bizə göstərir ki, həyatımızın ilk illərində qurduğumuz o təməl bağlar, o ilkin münasibətlər sadəcə keçmişdə qalmış uşaqlıq xatirələri deyil. Onlar bizim bütün ömrümüz boyu münasibətlərimizi, özümüzə baxışımızı, dünyaya inamımızı formalaşdıran dərin bioloji və psixoloji bir mirasdır. Doğrudan da çox dərin və əhatəli bir nəzəriyyədir. Bu təhlilimiz burada bitir, amma mövzu əlbəttə ki bitməz. Ümid edirik ki, Bowlby'nin bu mürəkkəb amma inanılmaz dərəcədə vacib ideyaları haqqında sizə aydın bir təsəvvür yarada bildik və bəlkə də dinləyicilərimiz üçün bir düşüncə mövzusu. Siz necə düşünürsünüz? Sizin həyatınızdakı o ilkin bağlanma təcrübələri bugün qurduğunuz münasibətlərdə özünü necə biruzə verir? Hansısa əlaqə görürsünüzmü? Bu barədə düşünməyə dəyər. Əgər bu müzakirəmiz, bu dərin təhlilimiz xoşunuza gəldisə və insan psixologiyasının, insan münasibətlərinin dərinliklərinə daha çox səyahət etmək istəyirsinizsə, o zaman kanalımıza abunə olmağı və bu bölümü bəyənməyi unutmayın. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir.